Azərbaycanın quzeyində belə bu gün özümüzə türk deyə bilmirik. Hər kəs, hər bir etnik qrup öz adını çəkir. Çəkir və əcəb eləyir. Onun haqqıdır. Mən hətta tərəfdarıyım, pasportlarına yazılsın, şəxsiyyət vəsiqəsinə yazılsın. Mənimki də yazılsın türk olduğum. Və məsələn, istənilən etnik qrup Azərbaycanda desin ki, mən fəxr edirəm ki, filan kəsəm. Nə gözəl, Azərbaycanda yaşayıram, qürur duyuram. Mən də deyə bilim ki, mən fəxr edirəm ki, türkəm. Və bu, heç kimə zərər gətirməsin. Amma imperiya xarakterli, başqa millətləri daha çox torpaq əldə eləmək üçün əldə saxlayıb və öz haqqından imtina geci-tezi sənin özünü yiyir. Biz millət kimi formalaşmamız üçün Azərbaycanın güneyində də qürurla mən türkəm deməyə şərait lazımdır. Yəni, o dövlətin aparatı elə qurulmalıdır ki, biz növbəti 500 il üçün həyatımızı qura bilək. Hal-hazırda Azərbaycan türklərinin tarixində gələcək 500 il yaşamağın şeyi gedir, əsası və prosesi gedir. Və bu türkçülərimizdən, Əli bəy Hüseynzadədən, Məhəmməd Əmir Rəsulzadədən, Sipar Kaspraldan, bildiyiniz, nə bilim, Zərgahdan, Atatürkdən icrədə bir proses, bir xım tökülür, bir kök var. Bu kökün üstündə 500 illik bizim həyatımız qurulur. Bu bayrağın, bu gözəl bayrağın rənglərindən, fəlsəfəsindən qurulur. Və burada biz, mən türkəm sözünü qürurla deməyənə qədər biz nə millət ola biləcək, nə də dövlət ola biləcək. Olan dövlətimizin də bir hörməti olmayacaq. Millət kimi özümüzün də hörmətimiz olacaq. Bir insan ki, daxilən, ciyardan, ürəkdən, mən türkəm, mən buyam, mən beləyəm deyə bilmirsə, onun gələcəyi yoxdur. Ona görə də şəxsən mən də, bütün Azərbaycan ocaqları da biz istiqlal tərəfdarıyıq. Biz paytaxtı Təbriz olan böyük və qüdrətli Azərbaycan quracaq. Hər birinizə təşəkkür.